İkinci Salnamələr 17-ci fəsil. Yahuda padşahı Yehoşafat. Onun yerinə oğlu Yehoşafat padşah oldu və İsrailə qarşı özünü möhkəmləndirdi. Yahudanın hər qalalı şəhərinə qoşun qoydu və Yahuda torpağına və atası Asanın aldığı Efraim şəhərlərinə hərbi dəstələr yerləşdirdi. Rəbb Yehoşafatla idi. Çünki atası Davudun əvvəlki yolları ilə getdi və Baal bütlərini deyil, yalnız atasının Allahını axtardı və İsraillilərin elədiyi işlərə görə deyil, Allahın əmrləri ilə getdi. Rəbb padşahlığı onun əlində möhkəmləndirdi və bütün Yahudalılar Yehoşafata xərac gətirdilər. Onun bol sərvəti və şərəfi vardı. Rəbbin yollarında cəsarətləndi. Üstəlik səcdəgahları və aşərə bütlərini Yahudadan götürdü. Padşahlığının 3-cü ilində Yahuda şəhərlərində xalqa təlim versinlər deyə bunları göndərdi. Rəisləri olan Ben-Xayil, Avdiyə, Zəkəriyyə, Natanel və Mikeya. Onlarla bərabər Levililər Şemaya, Netanya, Zevadiya, Asahel, Şemramot, Yonatan, Adoniya, Toviya, Tov-Adoniya və onlarla birgə kahinlər Elişama və Yehoram. Onlar Yahudada xalqa təlim verdilər. Yanlarında Rəbbin qanun kitabı olmaqla Yahudanın bütün şəhərlərini dolaşdılar və xalqı öyrətdilər. Yahuda ətrafında olan bütün ölkələrin padşahlıqları üzərinə Rəbbin qorxusu düşdü və Yehoşafata qarşı müharibə eləmədilər. Filistlilərdən bəzisi Yehoşafata hədiyyə və xərac olaraq gümüş gətirdi. Ərəblər də ona qoyun keçi 7700 qoç və 7700 təkə gətirdi. Yehoşafat get-gedə əzəmət qazandı. Yahudada qalalar və ambar şəhərləri tikdi. Yahuda şəhərlərində çoxlu ehtiyatları vardı. Yerusəlimdə igid döyüşçülər olan əskərləri vardı. Nəsillərinə görə onların siyahısı bu idi. Yahudadan minbaşılar, başçı adına və onunla bərabər 300 min igid döyüşçü, onun yanında başçı Yehoxanan və onunla birgə 280 min nəfər, onun yanında könüllü olaraq Rəbbin işini boynuna götürən Zikri oğlu Amasiya və onunla birgə 200 min igid döyüşçü. Binyamindən igid bir döyüşçü olan Eliyada və onunla bərabər ox, kaman və qalxanla silahlanmış 200 min nəfər. Onun yanında Yehozavad və onunla döyüşə hazır olan 180 min nəfər. Bunlar padşahın bütün Yahudadakı qalalı şəhərlərə qoyduğu döyüşçülərdən əlavə ona xidmət edənlər idi.